Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 5 iyun 2025-ci il tarixində Bakı Biznes Mərkəzində Qurban Bayramı münasibətilə tədbir keçirib. Tədbirdə 200-ədək həmkar üzvü, eyni zamanda qonaq qismində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Nigar Vahabzadə iştirak edib. Respublika Komitəsinin sədri Hikmət Nəbiyev çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Respublika Komitəsinin fəaliyyətindən danışaraq, az təminatlı üzvlərin sosial rifahının yaxşılaşdırılmasının əsas prioritet olduğunu vurğulayıb. Bayram münasibətilə Respublika Komitəsi tərəfindən az təminatlı üzvlərə 1000 ədəd alış-veriş kartı təqdim edilib. Tədbirdə Dövlət Statistika Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Şıxəli Dadaşov, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi sədrinin müavini Şəhriyar Əzizbəyli, Sabunçu rayon Həmkarlar İttifaqı Komitəsinin sədri Şəms Əsədova çıxış ediblər. İştirakçılar tədbirin yüksək səviyyədə təşkil olunduğunu və belə sosial təşəbbüslərin Həmkarlar İttifaqı İnstitutuna olan etimadı daha da gücləndirdiyini vurğulayıblar.